Bugün çörəkçi Naman ustadan xahiş etdim ki, bir neçə çörəyi də mən bişirim. Sağ olsun, etiraz eləmədi və mən işə başladım. Məncə artıq hamı bilir ki, Özbək çörəkləri xüsusi naxışlarına görə digər çörəklərdən fərqlənir. Onu da qeyd edim ki, onlarda çörək anlayışı tam başqadır. Deməli, bu yaxınlarda belə bir şey eşitdim və çox təəccübləndim. Özbək restoranlarında əgər kimsə çörəyini masada qoyub dursa, onda bütün restoran ona baxacaq. Bu təkcə səhv yox, eyni zamanda mədəniyyətə qarşı hörmətsizlik sayılır. Yəni belə düşünürlər ki, biz bu çörəyə görə hər gün evdən çıxırıq və əziyyət çəkirik. Özbəklər üçün çörək təkcə yemək deyil, o müqəddəs bir əmanət sayılır. Bu çörəklər Bərəkət restoranında hər gün səhər saat 7-dən bişirilməyə başlayır. Çörəklərin qramına görə qiymətləri də fərqlənir. 430 qramlıqlar 1 manat, 600 qramlıqlar 2 manat, kilo yarımlıq çörəklər isə 6 manat təşkil edir. Bir də sizə bir söz deyim. Stres atmaq istəyirsinizsə, gəlin siz də burada öz çörəklərinizi bişirin. Bilirsiniz necə ləzzət elədir bunu yoxlamaq. Hazırlayın, təndirə yapın, sonra da özünüzlə evinizə aparın. Evdə ləzzətlə öz bişirdiyiniz çörəyinizdən yeyin. Master klassa qatılmağın yolu açıqlamada qeyd olunub. Yorulmayasınız. Sizə nuş olsun.